Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Mən Azərbaycanlıyam. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bu xoşbəxt günləri bizə yaşatdıqlarına görə Tanrı xalqımızı, dövlətimizi, Ali Baş Komandanımızı, müzəffər ordumuzu qorusun. Allah'ın bu günlərinə çox şükürlər olsun. İnşallah hamımız kötü öz elimizdə obamızda fərqan, sülhlə, müharibət şəraiti olmadan yaşayarıq. İnşallah. Bax, bura yığılan salaqlı kəngərli cəmaatı, olmayanları da Allah canlarını sağ eləsin. Biz 33 ildən sonra işğaldan azad olunan kəndimizin qəbristanlığına yığışmışıq. Buradan da Allahın köməkliyi ilə kəndimizin yerində tədbirimiz var, tədbirimiz keçiriləcək yüksək şəkildə. Allah Taala yavərə qəni-qəni rəhmət eləsin. Cəmi ölənlərimizə Allah qəni-qəni rəhmət eləsin. Bu yavərin də arzusu olub. Bugün özü burada iştirak eləməsə də, yəqin ki, onun ruhu şaddır ki, biz onun dediklərinə bugün əməl edirik. Allah cəmi ölənlərimizə rəhmət eləsin. Bizə bugünkü günü yaşadan şəhidlərimizə qəni-qəni Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Bizim cəmaatı da həmişə biz ağsaqqallı görmüşük. Allah Taala heç bir yeri obanı ağsaqqalsız eləməsin. Nifrətə çevrildi baxışlarınız, qanlı səkinlərdə naxışlarınız, günlərə qərq oldu baş daşlarınız, namuslu, qeyrətli, nakam şəhid. Geçti xəyalımdan öz gözəl yurdum, dumanlar başımda dastana döndü, dastana döndü. Deyirlər bülbülə çəmən yaxşıdır, insan üçün laləzar vətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcək könlüm. Dastana döndü, dastana döndü. Şair sorma nədən vətən yaxşıdır, adı gəlcək könlüm. Dastana döndü, dastana döndü. Bu məclisin bir təşkilatçısı da var ki, bizim canciyərimiz Bəxtiyar müəllimdir. Mən elə sözü Bəxtiyar müəllimə vermək istəyirəm. Buyurun. Sağ ol qardaş. Hörmətli Salaqlı Kəngəli kənd sakinləri, sizlərin hamınızı 32 ildən sonra öz doğma el obamızda salamlayıram. Bugün hamımız üçün qürur verici bir gündür. Çünki doğma Qarabağımızın işğaldan azad olunmuş torpaqlara ayaq basmışıq. Bu sonsuz fərəh hissini, sevinç hissini keçiririk. Bu torpaqlarımızı bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı diləyik. Tanrı xalqımızı, dövlətimizi, Ali Baş Komandanımızı və müzəffər ordumuzu qorusun. Bugün işğaldan azad olmuş torpaqlarımızda dövlətimizin himnini səsləndiririk. Bu, müstəqilliyimizin, birliyimizin və qələbəmizin simvoludur. Sağlı Kəngərli kəndi və bütün işğaldan azad olmuş ərazilərimiz yenidən bərpa olunacaq. Burada həyat yenidən canlanacaq. Dövlətimiz bu istiqamətdə böyük işlər görür. Xalqımızın birliyi, dövlətimizin gücü sayəsində biz bütün çətinliklərin ötəsindən gələcəyik. Əzizlərim, bugün bizim üçün əsl bayram, birlik, bərabərlik günüdür.
Bu musiqi, bu şənlik hamımızın haqqıdır. Gəlin bu günü doyunca qeyd edək. Sağ olun, Allah hamınızı qorusun. Çox şadıq ki, bugün hamımız burada görüşdük. Bizə sevinç gətirər, durnalar qatar qatar, qonşu qapılarına uşaqlar papaq atar. Hamı təlləsər bugün öz yurduna, evinə. Xoş gəlmisən Novruzum Azərbaycan elinə. Tonqallar alovlanır, hər evdə gözəl xonca. Bugün el bayramıdır, deyib gülək doyunca. Tonqallar alovlanır, hər evdə gözəl xonca. Bugün el bayramıdır, deyib gülək Səni sevdim tək özüm, naz etmə